Salam dəyərli izləyicilərimiz, Qərbi Azərbaycan televiziyasındayıq. Aparıcınız mənəm, Lamiyə Rövşən qızı. İcma gündəmi verilişinin növbəti buraxılışını təqdim edirəm. Bugünkü müsahibə millət vəkili Milli Məclisdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupunun üzvü və eyni zamanda Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Pərvanə xanım Vəliyevadır. Pərvanə xanım gənc millət vəkillərimizdən biridir. Pərvanə xanım, xoş gördük sizi. Xoş gördük. Xoş gəlmişsiniz studiyamıza. Bugünkü söhbətimiz daha çox nəyi əhatə eləyəcək? Son zamanlar Milli Məclisdə də qaldırdığınız məsələləri təbii ki, hamımız izləyirik. Ümumiyyətlə, Qərbi Azərbaycan İcmasında Qadınlar Şurasının tərkibində də fəallığınız hiss olunur. Və istərdim ki, daha çox bir mövzuya, bugün bir mövzunu sizinlə müzakirə edək. Ermənistan tərəfindən, son çıxışlarınızın birində qeyd etdiyiniz kimi, Ermənistan tərəfindən regionda, yəni sırf Ermənistan ərazisində, öz ərazisində törətdiyi ekoloji terrordan danışacağıq bugün və sizin buna çox gözəl münasibətiniz olmuşdur. İstəyərdim ki, elə ilk olaraq bundan başlayaq. Bəli, öncə dəvət etdiyinizə görə təşəkkür edirəm və belə bir aktual mövzuya toxunursunuz bugün. Çünki çox vacibdir, təkcə regionumuz üçün deyil, həmçinin planetimiz üçün, yer kürəsi üçün çox vacibdir. Bəli, qlobal məsələdir. İstənilən ərazidə ətraf mühit çirklənməsi varsa, bunun təsirləri qlobal mənada bütün dünyaya təsir göstərir. Atmosferimiz birdir və yaxud da ki, çay su hövzələri bir-birinə qovuşur və nəticədə çirklənmənin transsərhəd xarakteri buna gətirib çıxarır ki, böyük təhdiddir. Regionda hazırda Ermənistan ekoterror törədir. Biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən həyata keçirilən vəhşilikləri, vandalizmləri öz gözümüzlə gördük. Yəni, işğal bitəndən sonra, işğala son qoyulandan sonra və eyni terroru hazırda bir müddət, yəni 20-ci əsrin əvvəllərində deportasiyaya məruz qoyduğu, Qərbi Azərbaycanlıların yaşadığı həmin ərazilərdə törədir. Çünki həmin ərazilər hal-hazırda boşdur. Bax, indi xəritəni də siz sağ olun ki, təqdim eləmişsiniz. Biz onu təqdim eləyəcəyik, göstərəcəyik. Ekranda yəqin ki, xəritəni göstərəcəklər. Çünki Qərbi Azərbaycan, bax, dediyimiz bizim əsl Qərbi Azərbaycan, yəni indiki Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları həmin o ərazilər hal-hazırda boşdurlar. Və onlar öz ürəkləri istədikləri kimi orada hərəkətlər edə bilirlər. Bunlardan biri də ekoloji terrordur. Ermənistan ümumiyyətlə 99,9% burada ermənilər yaşayır. Bu da dünyada nadir hadisələrdən biridir. Və o cümlədən məskunlaşma baxımından daha çox meyl edirlər mərkəzə. Çünki bu ərazilərdə faydalı qazıntılar var, mineral xammallar var və nəticə etibarilə də hər bir mineral xammalın olduğu ərazidə, yaxın ərazidə bir sənaye müəssisəsi açılıb. Biz bir müddət öncə bir Environmental Protection First adlı QT koalisiyası yaratmışdıq 2023-cü ilin yayında və bu təşkilat QT koalisiyası olmasına baxmayaraq həm Azərkosmosla, həm də ki, kartoqraflar ictimai birliyindən müəyyən işlər gördü, araşdırmalar apardı və məlum oldu ki, 26 sayda Ermənistan ərazisində, hazır ki, Ermənistan ərazisində sənaye obyektləri var və bunların hər biri transsərhəd çayların hövzələrində yerləşir və yaxud da ki, çox yaxın ərazidə yerləşir. Bu da o deməkdir ki, həmin çayların sularından proses zamanı istifadə edilir və daha sonrasında isə alınan çirkab suları da yenidən həmin çaylara axıdılır. Burada məsələn, həmin o qeyd etdiyim xəritəyə baxdıqda görürük ki, Ermənistan coğrafi olaraq Kür və Araz çaylarının, hansı ki, Azərbaycandan keçir, bu çayların yuxarı və orta axarlarında yerləşir. Bu deməkdir ki, həmin bu iki çayın, Kür və Araz çayının yuxarı və orta axarlarına qovuşan bu transsərhəd çayların mənsəbində hövzəsində həyata keçirilən bütün dağ mədən sənayesi, mədənçilik fəaliyyətinin təsiri Azərbaycana göstərilir və digər qonşu ölkələrə. Burada Aparan çay, Oxçu çay,
Pəmbək çayı, Vedi çay, Miqri çay, Zəngi çay və bu kimi Demək çayların olar ki, Qərbi Azərbaycanın bütövlükdə bütün çaylar, bütün çaylarını və demək olar bütün ki, ərazisini əhatə edir. Yəni bütün ərazisini əhatə edilir ki, hansı ki o ərazilərdə Qərbi Azərbaycanlılar yaşayırdı və həmin çaylara tökülən ağır konsentrasiyalı mədən tullantıları, metal tullantıları axıdılır və bu çaylar vasitəsilə də Araz çayına qovuşur və Araz çayı bizim ərazimizə, Gürcüstan ərazisinə, qonşu hətta ölkələrin ərazisinə belə daxil olur. Bu təkcə Cənubi Qafqaz ölkələri üçün deyil, həmçinin Xəzəryanı ölkələr üçün böyük təhdiddir. Məsələn, 2022-ci ildə BMT-nin ətraf mühit üzrə proqramı UNEP-in bir hesabatı yayımlandı və hazırda da biz o hesabat üzrə Ermənistanı beynəlxalq mühakiməyə çıxarmışıq. O hesabatda qeyd olunur ki, Oxçu çayda ölü balıqlar tapılıb və Oxçu çayın suyundan götürülmüş nümunənin laborator müayinəsi nəticəsində məlum olub ki, onun tərkibində ağır metallar, sink, dəmir, kalium kimi bir çox, yəni bu ağır metal tullantıları var. Bu da birbaşa olaraq həm çayın suyundan istifadə edən insanların sağlamlığı üçün böyük riskdir, təhdiddir. Həm elə çayda yaşayan canlı təbiətin məhvinə gətirib çıxarır. Eyni zamanda çay hansı ərazilərdən axırsa, orada torpaq örtüyünün şoranlaşmasına gətirib çıxarır və bu ərazilərdə ağac bitmir, ot bitmir. Digər məsələ, bu mədənçilik fəaliyyəti beynəlxalq səviyyədə qəbul edilmiş beynəlxalq norma və standartlara zidd şəkildə həyata keçirilir. Mədən sənayesində şəffaflıq üzrə təşəbbüs var ki, Azərbaycan orada təmsil olunmur, ancaq Ermənistan onun təmsilçisidir, daimi olaraq ora hesabat verir həmin o təşkilata, beynəlxalq təşkilatdır və maliyyə məsələlərinə görə burada bir maliyyə monitorinqi aparılır ildə bir dəfə. Hökmən onların nəticələri ictimaiyyətə açıq olmalıdır, elan edilməlidir. Üzr istəyirəm Pərvanə xanım, həmin o mədənçiliklə məşğul olanların arasında xarici dövlətlər də varmı? Xarici dövlətlərin şirkətləri də varmı? Bəli, xarici dövlətlərin şirkətləri var. Daha çox hansı ölkələrdir? Kanadanın Lydian International şirkəti var. Bəli, elə sırf Avropa İttifaqı missiyasının tərkibində Kanadanın üzvlərinin olması da onu deməyə əsas verir ki, buradakı mədənçilik fəaliyyəti davam etsin deyə, yəni onu bir qorumaq, dəstək olmaq baxımından. Daha sonra ABŞ-ın şirkətləri var, Almaniyanın Geoprom Mining şirkəti var, yəni qərb ölkələrinin şirkətləri var və onlar məsuliyyətli yanaşmırlar bu işə. İnvestorlar əgər bu məsələyə, mədənçilik fəaliyyətinə Ermənistanda vəsait ayırırsa, hökmən bu mədənin, bu sənaye obyektinin təsirinə məruz qala biləcək bütün tərəflərə məlumat verməlidirlər. Götürməlidir, aradan qaldırmalıdır. O məlumat verməlidirlər. İnvestorlar da burada məsuliyyət daşıyırlar. Həmin şirkətləri maliyyələşdirənlər də məsuliyyət daşıyırlar. O cümlədən Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Yəni burada davamlı olaraq ictimaiyyətə məlumatlar verilməlidir. Sənaye obyektinin master planı, layihə planı açıq olmalıdır. Bütün mediaya hətta elan edilməlidir. Həmçinin ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatlar bütün təsirə məruz qalan tərəf ölkələrə göndərilməlidir. Bu da Avropa İqtisadi Komissiyasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə 91-ci ilin ESPO konvensiyasının tələbidir. Yəni ESPO konvensiyası dövlətlərarası bir əməkdaşlıq üzrə platformadır və ora həm Azərbaycan, həm Ermənistan qoşulub, eyni zamanda ratifikasiya etmişik. Yəni bu konvensiya tələb edir ki, hər hansı bir obyektin, sənaye müəssisəsinin, ümumiyyətlə ölkənin fəaliyyətlərinin transsərhəd xarakteri varsa, o zaman mütləq bu digər ölkə ilə, qonşu ölkəyə hansı təsirə məruz qalacaq, o ölkə ilə razılaşdırmalıdır. Təəssüflər olsun ki, Ermənistan bugünə qədər həmin o 26 sayda sənaye obyektlərinin həm fəaliyyətə başlamasından öncə, həm fəaliyyəti ərzində heç bir ətraf mühitə təsirin qiymətləndirmə hesabatlarını nə Azərbaycanla, nə Gürcüstanla, nə elə İranla bölüşüb. Yeri gəlmişkən bu yaxınlarda İranın da elə Tehran mediası bir hesabat paylaşdı və qeyd olunub ki, Araz çayından 59 sayda ağır metal tullantıları aşkar edilib və bu da deməkdir ki, artıq yəni
hərəkətə gəlməlidir. Bəli, Cənubi bəli. Qafqaz və eyni zamanda transsərhəd çayların keçdiyi bütün ölkələr bir subregional əməkdaşlıq qurmalıdırlar. Bu məsələ yəni masaya yatırılıb müzakirə edilməlidir. Diplomatik yollarla ən azından konvensiyalarımız var ki, bunlarla bu məsələ həll edilməlidir. Dünənə kimi o Qarabağ işğal altındaydı. Bizim əhalimiz orada yaşamırdı. Özləri də çox az belə deyək saydaydılar orada. Ermənilər o qədər deyildilər. Yəni o sırf Ermənistanla həmsərhəd rayonlarından gedir. İndi artıq bizim ora qayıdışımız başlayıb. Bizim orada quruculuq bərpa işlərimiz gedir. Bizim orada gələcəyimiz yetişəcək bu gün sabah. Məktəblərimiz tikilir. Balalarımız orada böyüyəcək. Yəni bu sırf bizim genofondumuza elə biz yəni başqa heç dövlətlər heç kim səsini çıxarmırsa, bunların öz şəxsi işləridir. Amma biz sırf bu işdə, yəni biz artıq orada yeni bir həyata başlamışıq və üzü Qərbi Azərbaycana doğru addımlayırıq və çalışırıq ki, heç olmasa Qərbi Azərbaycana gedən bizim əhali də, yenidən geri qayıdışa nail olan əhali də heç olmasa orada bir xoşgüzaran görsünlər və normal təbiətdə əvvəlki o təbiətdə necə qoyub getmişdilərsə elə də orada yaşamağa davam etsinlər. Biz məsələn Qərbi Azərbaycanlılar qayıdış konsepsiyamıza görə sülh şəraitində təhlükəsiz və ləyaqətlə geri qayıtmaq istəyirik və burada təhlükəsizlik baxımından çox önəmlidir ki, Ermənistan bu ekosidi dayandırmalıdır. Yəni insanlar təhlükəsiz şəraitdə bu su təhlükəsizliyi deməkdir, ətraf mühit təhlükəsizliyi deməkdir. Əgər bir ərazidə çirklənmə varsa, o zaman ora köç edən insanların sağlamlığı o deməkdir ki, risk altındadır. Araz çayının suyundan həm suvarma məqsədi ilə istifadə edən, yəni bölgədə yaşayan insanlar bu kənd təsərrüfatına böyük bir təsirdir, yəni ziyandır. O cümlədən suyundan istifadə edən insanların xərçəng xəstəliyinin artması, sonra ictimai səhiyyə məsələləri, infeksion xəstəliklərin artması, yayılmasına gətirib çıxara bilər. Həmçinin canlı təbiətin məhv olması da o deməkdir ki, yəni bu da insanların gündəlik həyatına böyük təsir göstərir. Bəli. Pərvanə xanım, addımlarımız nə olacaq bundan sonraki? İstədim son olaraq onu qeyd edəsiniz ki, bax hansı addımlar nəzərdə tutulub? Beynəlxalq təşkilatlara müraciət mi deyim? Ümumiyyətlə artıq Milli Məclisdə bu məsələ qalxıb Azərbaycan parlamentində. Daha sonra biz nələr eləyəcəyik? Daha sonra hansı addımlar atacağıq? Bu cür məsələlərin aradan qaldırılması üçün beynəlxalq mexanizmlər var. Bayaq qeyd etdiyim kimi ESPO konvensiyası əsasdır. Sonra Orhus konvensiyası var. Ermənistan tam ratifikasiya edib, Azərbaycan qismən ratifikasiya edib. Orhus konvensiyası deyir ki, bu da Avropa İqtisadi Komissiyasının konvensiyasıdır. Avropa İttifaqına üzv ölkələrin təşəbbüsü ilə qəbul edilib. Bu konvensiya deyir ki, ictimaiyyətə məlumatlar açıq olmalıdır. Qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə məlumatlar təqdim edilməlidir. Yəni, bu dövlət qurumlarını fakt qarşısında qoyur və vətəndaş cəmiyyəti üçün real hüquqi təminatlar verən bir konvensiyadır. Əgər vətəndaş cəmiyyəti Ermənistan rəhbərliyinə, ki, burada bizim subyektimiz, müraciət ünvanımız Ermənistan rəhbərliyidir, müraciət edirsə ki, bu sənaye obyektlərinin ətraf mühitə təsiri üzrə sənədlərini bizə təqdim edin, burada təqdim edilməməsi Orhus konvensiyasının tələblərinin pozulmasıdır. Orhus konvensiyası deyir ki, əgər vətəndaş cəmiyyəti tələb edirsə, sənədlər təqdim edilmirsə, bu müəyyən əsaslandırma etməlidir ki, nə üçün təqdim etmir ölkə tərəfi və müəyyən mexanizmlər var ki, orada qeyri-hökumət təşkilatları hesabatlar, müraciətlər ünvanlaya bilir Orhus konvensiyasının katibliyinə və katiblik bunu araşdırır, qarşı tərəfə, məsələn, Ermənistan tərəfinə göndərir. Sonra ESPO konvensiyası. ESPO konvensiyası daha çox dövlətlər arasında əməkdaşlıq üzrə transsərhəd məsələlərdə bir təminatlar, hüquqi təminatlar verir. Burada isə bizim əlaqələndirici şəxsimiz Ekologiya Təbii Sərvətlər Nazirliyidir. Məsələ qaldırıla bilər Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən ESPO konvensiyası qarşısında və hər 3 ildən bir bu konvensiyanın tərəflər görüşü keçirilir Cenevrədə. Yəni, heç olmasa həmin orada investorluq eləyən o şirkətlər ki var, təmsilçi dövlətlərə bunu demək olar və yaxud da nəsə etirazımızı bildirə bilərik də bunlara. Burada diplomatik məsələlərlə dövlətlər arası məsələlər həll edilir. Şirkətlərə gəldikdə isə şirkətlər üçün də BMT-nin özəl müəssisələrin idarə edilməsi üzrə biznes prinsipləri var.
Bu biznes prinsiplərindən istifadə edərək, həmin mexanizmlərdən istifadə edərək vətəndaş cəmiyyəti həmin şirkətlərin yəni üzərinə gedə bilər, onlara təzyiq edə bilər ki, öz veb saytlarında ətraf mühitə təsirin qiymətləndirmə sənədlərini açıq eləsinlər və ya əgər bundan eləmirlərsə, bu demək ki, qeyri-şəffaf fəaliyyət göstərirlər. Ciddi şübhələr yaradır ki, burada yəni ekoloji norma və prinsiplər pozulur. Bəli. Bunun əsaslandırmasını verməlidirlər ki, nə üçün müəyyən biznes sirri ola bilər ki, bu baxımdan bölüşmürlər. Ancaq yenə də ictimaiyyətlə bölüşmürlərsə, o zaman tərəf ölkə ilə diplomatik yazışmalar şəklində bölüşməlidirlər. Nələr olacaq? Etmədikləri təqdirdə, əgər ESPO konvensiyası da yəni bu işi öhdəsindən gələ bilmirsə BMT, o zaman burada yol var. Beynəlxalq Ədalət Məhkəməsinə çıxarmaq işi və yaxud da ki, Haqada yerləşən daimi arbitraj məhkəməsinə iki mexanizm təqdim edir ESPO konvensiyası. Yəni, əgər daxildə tərəflər bunu həll edə bilmirlərsə və tərəflərin görüşü yekdil səs verməklə Ermənistan bu məsələlərin qarşısını ala bilmirsə, o zaman tərəf olan ölkə müraciət edə bilər tam hüquqlu şəkildə bu iki dediyim məhkəmələrə. Və Bern konvensiyası üzrə bayaq qeyd etdim, 30 ilə yaxın işğal altında saxladığı torpaqlarda törətdiyi ekoloji terrora görə Ermənistanın elə bu yaxınlarda Haqada yerləşən daimi arbitraj məhkəməsində 1979-cu ildə qəbul edilmiş Bern konvensiyası üzrə Azərbaycan məsələ qaldırıb, arbitraj işi qaldırıb Ermənistana dair və bu tarixdə qaldırılan ilk Bern konvensiyası üzrə ilk işdir. İlk arbitraj işidir ki, bəli, bunu Azərbaycan qaldırıb və tarixə düşür. Biz tam təzminat tələb edirik Ermənistan tərəfindən bu məsələ üzrə. İnşallah ki, Qarabağ belə deyək üzrə, Qarabağ regionunda törətdikləri bütün vəhşiliklərə görə, vandalizm aktları, ekoloji terrora görə, terrorun hər növündən istifadə eləmişdilər. Ekosid, genosid, hər şey gördük biz oradakı nələr baş verir. Və düşünürəm ki, Qərbi Azərbaycan heç də fərqlənmir. Qarabağ ərazisini sadəcə olaraq biz indi hələlik oranı görə bilmirik. Kosmik görüntülər var. Orada görəndə, peyk vasitəsindən izləyəndə görürsən ki, yenə də həmin vəziyyətdir. Düşünürəm ki, biz necə ki Qarabağa qayıtmışdıq və öz haqlarımızı tələb edirik, eyni ilə də Qərbi Azərbaycana, amma sülh yolu ilə ləyaqətli şəkildə qayıdıb yenə də oranı dilçətməyə özümüzdə güc tapacağıq və bunu edəcəyik. Təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm. Studiyamıza gəldiniz və çox maraqlı açıqlamaları bizlə bölüşdünüz. Dəyərli izləyicilərimiz, İcma gündəmi verilişinin növbəti buraxılışını təqdim etdim. Sizinlə mən idim Lamiyə Rövşənqızı, müsahibim isə millət vəkili, Milli Məclisdə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupunun üzvü və eyni zamanda Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Pərvanə xanım Vəliyeva idi. Növbəti buraxılışımızda görüşərik. Özünüzdə müğayət olun.